Hal-hazırda Tovuz Qovlar Şəhidlər Xiyabanındayıq. Bugün qəhrəman şəhidlərimizdən olan Namazov Nihat Kəmrəddinoğlunun doğum günüdür. Gəlmişik Qovlar məzarlığına. Allah cümlə şəhidlərimizin ruhunu şad etsin. Hər bir şəhidimiz bir qəhrəmandır. Haqları ödənməz. Allah dünyadan köçmüş valideynlərinə rəhmət etsin. Bu dünyada sağ olan valideynlərə Allah uzun ömür, can sağlığı versin. Allah güc qüvvət versin, səbir dözüm versin. Həqiqətən nə şəhidlərimizin, nə onların valideynlərinin haqqı ödənməz. Ruhunuz şad olsun igidlər. Doğum günün mübarək olsun Nihadım. Allah atana, anana, əzizlərinə, doğmalarına səbir versin. Çətindir ata-ana üçün məzardaş önündə ad gün qeyd eləmək. Könül istərdi bugün hər kəs sənin şad gününə toplaşardı. Elə qeyd eləyərdi, aramızda olardın. Yenə də vətən sağ olsun. Haqqını bizlərə halal elə. Ad günün mübarək olsun. Bizler de her zaman olduğu kimi Tovuz Turan şəhid ailələri birliyi olaraq şəhidimizin ziyarətindəyik, ata-anamızın yanındayıq. Birliyi olaraq hər zaman bu missiyanı ilk olaraq biz şəhid ailələri öz öhdəliyimizə götürürük. Çünki dərdlər eynidir, eyni dərdli insanlardır, bir-birinin dərdindən, halından anlayan atalardır, analardır, bacı qardaşlardır, şəhid xanımlarıdır. Hər bir Tovuz rayon qəhrəmanlarının daha doğrusu əmanətləridir, başımızın tacıdır. Allah hər birinə uzun ömür, can sağlığı versin. Onlara Allah güc qüvvət versin. Cəm şəhidlərimizin ruhunu şad eləsin. Allah səbir versin. Muhat qardaşımıza cənnətdə mövlud ruhu şad olsun cəm şəhidlərimizin. Allah səbir versin. Allah vətənimizi, ölkəmizi, millətimizi qorusun inşallah. Yenə də bugünkü günü hamımız bildiyimiz kimi bilirik ki, çətin vəziyyətlərdir. Qonşu ölkələrdə hər yerdə müharibə gedir. Azərbaycanda da nə olacağından heç kim bir xəbər verə bilməz. Onun üçün həmişə hazır olmaq lazımdır. Allah heç bir ailəyə, heç bir evə şəhid xəbərini qismət eləməsin inşallah. Amin. Amin. Ölkəmizə bir də yaşatmasın bu acıları. Analarımıza bir də bu acıları yaşatmasın inşallah. Amma qaçılmazdır. Vətən varsa, vətəni qorumaq lazımdırsa, hər an hər şey ola bilər. Ruhu şad olsun cəm şəhidlərimizin. Mən onu demək istəyərəm ki, hər zaman şəhidlərimizi yaşatmaq lazımdır. Adi insanlar belə şəhidlərimizi yaşatmaq lazımdır. Bu o demək deyil ki, hər bir evdən bir şəhid olsun, ondan sonra şəhidin dəyəri bilinsin. Gəlin elə evlərimizdən şəhid çıxmamış şəhidlərimizə dəyər verək. Anaların çəkdiyini,
o ataların çəkdiyini, o bacı qardaşların nələr çəkdiyini hiss edəyin, onların yanında olmaqdan. Allah ruhunu şad eləsin cəm şəhidlərimizin. Buyur sənin Gülan. Allah Nihat balamızın timsalında bütün şəhidlərimizin ruhlarını şad eləsin. Məkanlarını cənnət eləsin. İlmar müəllimin vurğuladığı kimi hər dəqiqə, hər an xəta, bəla qaçılmazdır. İnşallah ki, bizlərdən uzaq olsun. Xalqımız pis gün görməsin. Amin, Tezliklə hər şey inşallah. öz qaydasında olsun. Biz acı yaşamış, şəhid vermiş devlətik, xalqıq. İstəmərik ki, heç bir yerdə günahsız insanlar, analar gözü yaşlı qalsın, nakam oğullar dünyadan köçsün. Bugün bizim ölkəmizdə də Novruz bayramı ərəfəsindəyik, çərşənbələr ərəfəsindəyik, yaşayırıq. Bu bayramı, bu gözəl günləri bizə yaşadan belə oğulların qarşısında, baş əyirləri qarşısında gözü yolda qalan oğul həsrətli analara Allah səbr versin, dözüm versin. Allah millətimizi qorusun, xalqımızı qorusun, dəyər verən xalqımızı qorusun. Amin inşallah. Buyur gözəlim. Bugün Nihat balamızın doğum günüdür, mövlududur. Biz də bütün Tovuz Turan Şəhid Ailələr Birliyi olaraq onun ailəsinin yanında olmağı özümüzə bir borc bildik. Biz hər birimiz şəhidlərə borcluyuq. Bizlərə bu gözəl günləri yaşatmaq üçün, bizlərin azad olmağı üçün, bizlərin firavan həyat keçirməsi üçün canlarından keçən, canlarını vətən uğrunda qurban verən bu oğulları Allah rəhmət eləsin, məkanları cənnət olsun. Azərbaycanı Azərbaycan eləyən, Azərbaycanın müstəqilliyini, torpaqları üstündə canlarından keçən, Azərbaycana zəfər yaradan bu şəhidlərimizin hər birinin ruhu şad olsun, məkanı cənnət olsun. Onların qəhrəman ata-analarına, yaxınlarına Allah uzun ömür, can sağlığı versin. Bir də Azərbaycan xalqına müharibə göstərməsin. Amin inşallah. Buyur amin. Bugün Nihat balamızın cənnətdə 21 yaşı tamam olur. Cənnətdə dəyişməyən ad günü mübarək olsun. Körpü şəhid balam. Eyni zamanda xalqımızın Novruz bayramı, Ramazan bayramı ərəfəsindəyik. Bayramlar, çərşənbələr də hamıya bu bayramlar münasibətindən təbrik edirəm. Mən Allahdan arzu edirəm ki, bugün hamımız bilirik ki, vəziyyət nə yerdədir. Qonşu ölkələrdə İlmar müəllim dediyi kimi vəziyyət qarışıqdır. Bizim xalqımız da o müharibədən zərər görməyəcəyi qarantiyalı deyil. Heç kim buna qarantiya verəməz ki, biz daha bu müharibədən zərər görmüşük. Hal-hazırda vəziyyət məlumdur. Allah xalqımızı, el-obamızı, ölkəmizi qorusun. Amin inşallah. Birliyimizi, müstəqilliyimizi qorusun. Hər an düz yer Elmar müəllim, hər an hər şeyə hazır olmaq lazımdır. Bu nə başlanğıçdır, nə sondur. Nə qədər ki dünya var, torpaqlarımız var, insanlarımız var, yaşayış var. Vətən keşiyində durmaq üçün oğullar var. Vətəni qoruyan oğulların qarşısında şəhid olmaq prinsipi də var, qazi olmaq prinsipi də var, qəhrəman olmaq prinsipi də var. Allah ordumuzu qorusun. Amin. Allah şəhidlərimizin yerini cənnət eləsin. Qazilərimizə sağlam can versin, sağlamlıqlarına qovuşsun və Amin inşallah. Allah bir daha ordumuzu, birliyimizi qorusun. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yeri cənnət olsun. Nihat balamızın cənnətdə dəyişməyə mövcudu mübarək olsun. Amin. Allah şəhidlərimizə rəhmət eləsin, yerləri cənnət olsun. Qazilərimizə də can sağlığı versin. Buyur Aydın. Bugün biz burada Tovuz Turan Şəhid Ailələr Birliyi olaraq Nihat balamızın mövludundan gəlmişik ki, valideynlərin yanında olaq təsəlli verir onlar üçün. Valideynə təsəlliden başqa bir şey lazım deyil. Valideynin yanında olmaq lazımdır. Hər bir şəhidi dəyər verən hər bir insan
valideynlərin yanında olmağı özünə borc bilməlidir. Bugünkü gündə Gülnaz xanım sizin, İlmar müəllim sizin rəhbərliyiniz altında bu ailələr bir yerdədirlər. Bugünkü gündə hər bir ailənin yanında olursunuz. Kimliyindən asılı olmayaraq, onları fərqləndirmədən hər birinin dərdinə şərik olub valideyninin dəstək olursunuz. Sağ olun, sizə minnətdarım. Bu oğullarımız bizim Azərbaycan tarixinə zəfər qələbəsi yazan oğullar oldu ki, neçə yüz illərdən bəri işğal olmuş ərazilərimizdən 30 ildə son dövrdə işğalda qalan əraziləri heç olmasa azad eləyə bildilər. Azərbaycanda olan Qarabağ ləkəsini sildilər. Neçə yüz illərdən bəri ermənilər bu əraziləri zəbt eləmişdilər. Onlar əraziləri genişləndirmək üçün başqa məqsədlərdə var idi. Şükürlər olsun, Allahın köməkliyi ilə bu oğulların sayəsində bunların niyyəti baş tutmadı. Bugünkü gün Azərbaycanımız süleymanlı şəraiti yaradılıbdır. Bu oğulların sayəsində bayrağımız yüksəkliyə qalxdı. Yüksəklikdə dalğalanır. Allah valideynlərin hər birinə səbr diləyirəm, qazilərimizə Allah'tan şəfa diləyirəm. Allah bu dövlətimizin üzərində olan o qara bulutlar heç vaxt bizim üzərimizə gəlməsin. Xalqımız bir ağa yaşasınlar. Bugün daim olsun, həmişəlik olsun. Bugün bizim üçün çox dəyərlidir. Gəlin bunu dəyərləndirək, qədrini bilək, bir-birimizə dəstək altı kömək duraq. Sağ olun. Hamıya xoş günlər arzulayıram. Sağ olun Aydın ata. Buyurun Dəmirman. Ermənistan Respublikasının Sovet dövlətinin və onun varisi olan Rusiya Federasiyasının hərbi siyasi dəstəyi ilə 19-cu əsrin ilk illərindən etibarən 1-ci Pyotr tərəfindən uydurulmuş Böyük Ermənistan yaratmaq ideyasının reallaşması məqsədi ilə 1988-ci illərdən başlayaraq 2023-cü ilin axırlarına qədərki dövrdə Ermənistan Respublikasının Azərbaycan Respublikasının ərazilərinin işğalına qarşı əks hücum əməliyyatlarında iştirak edərək ən yüksək zirvəni fəth etmiş qəhrəman igid oğullarımıza, onların qəhrəmanlığının, döyüşkənliyinin yüksək səviyyədə ruh verilməsindən güc alan 2-ci Qarabağ müharibəsində müasir müstəqil Azərbaycan Respublikasının qəhrəman igid oğullarımızın qəhrəmanlığı sayəsində 20 illik tarixini qrup yaratmış cənab İlham Əliyevin komandanlığı ilə həyata keçirilən 2-ci Qarabağ müharibəsində döyüş meydanında döyüş tapşırıqlarını yerinə yetirərkən qəhrəmanlıq, igidlik, cəsurluq, döyüşkənlik nümayiş etdirərək ən yüksək zirvəni fəth etmiş hər bir şəhidimizə, o cümlədən bugün ad gününə toplaşdığımız şəhid Nihat Kamrəddinoğlu Namazova Allah rəhmət eləsin. Onun cənnətdəki ad gününü təbrik edirik. Allah atasına, anasına can sağlığı, uzun ömür versin ki, həqiqətən vətənimiz üçün bu cür qəhrəman igid oğullar böyüdərək vətənimizin müdafiəsinə yönəltmişlər və o da ailəsinin ona verdiği tərbiyəni, vətənpərvərliyi daha da döyüş meydanında bir daha vətən yolu qurban, canlı qurban verməklə təsdiq və sübut etmişdir. Qeyd eləmək lazımdır ki, 1988-2024-cü illər ərzində Azərbaycan xalqı 18.850 nəfər şəhid vermişdir. Onlardan 15.357 nəfəri hərbi qulluqçu olmuşdur. 3.993 nəfər isə mülki şəxs olmuşdur. Həmin şəxslərin hər birinin Azərbaycanın müasir tarixində xüsusi xidmətləri və yerləri vardır. Onlar Azərbaycanımızın 20-ci və 21-ci əsr zəfər tarixini yazmaqla Azərbaycanın qəhrəmanlıq tarixinə əbədi olaraq daxil olmaqla Azərbaycan xalqının qəhrəman xalq olaraq dünya miqyasında tanınması üçün çox böyük üzərinə düşən vəzifələri
yeni getirmekle, en yüksek zirvəni fəth etməklə, müasir Azərbaycanımızın zəfər tarixini yazmaqla 21-ci əsr tariximizdən etibarən xalqımızın qəhrəmanlıq tarixinə adları qızıl hərflərlə yazılmışdır və yeni bir dövrün başlanğıcını qoymuşlar. Yəni dünyada mövcud olmamış dərəcədə yeni bir müsəlman ölkəsi Azərbaycan Respublikası bu cür qəhrəman oğulların qəhrəmanlığının məntiqi nəticəsi olaraq eyni zamanda Ali Başkomandanımız Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrimizin yüksək səviyyədə təşkilində yüksək vətənpərvərlik nümayiş etdirilmiş yeni bir Azərbaycan qrupu yaratılmış. Müasir Azərbaycan Respublikasının qurucusu barisi. Heydər Əliyevin siyasətinin ən layıqlı davamçısı cənab İlham Əliyevin komandanlığı, onun siyasətinin məntiqi nəticəsi olaraq onlar yeni bir Azərbaycanın yaradılması, qurulması məqsədi ilə öz canları qurban verməklə bu zirvəyə yüksəlmişlər. Həqiqətən də qeyd olunduğu kimi müasir dövr çox mürəkkəb şəraitdir, dövrdür. Yəni geosiyasi, geoiqtisadi münasibətlərin kəskinləşdiyi bir dövrdə sərhəd boyu ərazilərdə, qonşu respublikalarda, digər dövlətlərin ərazilərində müharibələrin, döyüşlərin qızıl sürətlə həyata keçirildiyi bir şəraitdə Azərbaycan Respublikası dövlətimizin suveren ərazilərinin toxunulmazlığının qorunması, əhalinin təhlükəsizliyi təmin edilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidentinin komandanlığı ilə, rəhbərliyi ilə çox böyük təhlükəsizlik tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının suveren ərazisi olan Naxçıvan Respublikasının, Naxçıvan Muxtar Respublikasının ərazisinə atılan dron hücumlarını qətiyyətlə pisləyirik, rədd edirik. Azərbaycanın əraziləri Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası tərəfindən, Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən tövlü daha da təsdiq olunmuşdur. Eyni zamanda bizim hər birimiz xüsusi olaraq qeyd eləməliyik ki, Azərbaycanımızın tarixinə, qəhrəmanlıq tarixinə adları qızıl hərflərlə yazılmış şəhidlərimizin qəhrəmanlığının sayəsində, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin sayəsində ermənilərin 1920-ci illərdən başlayaraq keçmiş Dağlıq Qarabağı və ətraf rayonlarını Ermənistana birləşdirilməsi istiqamətində 70 ildən artıq Azərbaycana qarşı həyata keçirdikləri, hələ Sovet İttifaqının mövcudluğu şəraitində nizam ideoloji müharibələrinin davamı olaraq həyata keçirdilər işğalçı siyasətinin nəticəsində Azərbaycanın Qarabağ ərazisi 70 ilə onlar işğal etmişdilər. Ancaq Azərbaycan ordusu ermənilərin 70 il müddətində işğal etdiyi torpaq sahələrini, torpağı, Azərbaycan ərazilərini 44 gün ərzində və bir günlük antiterror əməliyyatlarının nəticəsi olaraq işğaldan tamamilə azad edərək Azərbaycan Respublikasının ərazi bütövlüyü suvereni tamamilə təmin edilmişdir. Yəni, bütün bunlar Azərbaycan vətəndaşlarının, Azərbaycan Prezidentinin siyasətinə verdiyi dəstəyin məntiqi nəticəsidir. Eyni zamanda şəhidlərimizə rəhmət eləsin, Allah xalqımızı, ordumuzu qorusun. Allah Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Başkomandanı, xalqımızın xilaskarı 21-ci əsr tariximizə Azərbaycan Respublikasının 20 ildən çox tarixini qrup yaratmış, Azərbaycanın milli qəhrəmanı adına layiq olan Vətən müharibəsi qəhrəmanımız, Azərbaycan xalqının generali Simusu, milli marşalımız, müasir dünyanın siyasi lideri, dünyanı idarə etmə qabiliyyətinə malik olan və dünyada baş verən hadisələrə qabaqlayıcı tədbirləri görməyə qadir olan, dünyada baş vermiş hadisələrin qarşısının alınması istiqamətində məqsədyönlü siyasi xətt həyata keçirən, dünyada sülhün təhlükəsizliyin qarantı olan və təcavüzə, işğala, soyqırımı siyasətinə, dünya miqyasında işğalçı siyasətinə qarşı geniş miqyaslı tədbirlər həyata keçirən cənab İlham Əliyev olsun. Şəhidlərimizə Allah rəhmət eləsin, yerlərini ondan olsun. Allah bir də heç kimə müharibə göstərməsin. Amin inşallah. Allah cəmşədlərimizin ruhunu şad eləsin, yerlərini cənnət məkanı olsun.
Allah şəhidlərimizə rəhmət eləsin, qəbirləri nur olsun. Allah cəmi şəhidlərimizə ruhlarını sat, məqamlarını, məkanlarını cənnət eləsin. Amin inşallah. Nihat balamızın cənnətdəki dəyişməyin artıq mübarək olsun. Bütün şəhidlərimiz cənnət. Amin. Nihat Buyurun. bala, hani bugün ad günü təbrik edirik. Allah rəhmət eləsin bütün şəhidlərimizə. Məkanları cənnət olsun. Balamın bugün yaşıdır, mən belə istəməzdim yaşıdır. Ruhu şad olsun cəm şəhidlərimizin. Dəyişməyənləri mübarək olsun. Allah səbrinizi versin ana. Allah sizlərə can sağlığı versin. Kötü dəyişməyəni az günü təbrik edirəm. Can sənə qurban olaram. Ay balaca vətənpərvər. Buyurun ata. Nihat balam bugünkü şəhid ailələrinə buraya gəlməklə Bizim hər birimiz özümüzə borc belliyiz. Çünki Nihat bizimdir, hamısı bizimdir. Bütün şəhidlər bizimdir. Allah sizlərə səbr versin. təbrik eləmək istəməzdim heç kim. Düzdür, ata, ana üçün çox çətindir məzardaş önündə ad günü qeyd eləmək. Allah sizlərə səbr versin. Allah siz Həmişə yanınızda olsun. Sizi heç vaxt qoymuyorsunuz. Ona görə Allah sizi bağlı. Biz nələr etsək də sizin haqqınızı ödəyə bilməliyik ay ana, ay ata. Ruhu şad olsun. Ad günü mübarək olsun.